Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasına baxırsınız, efirdə DTV aktualdır. Qonağımızı öncə sizə təqdim edim. Qonağımız siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir müəllim Şaxtaxtıdır. Xoş gördük sizi. Təşəkkür edirəm, vaxt ayırdınız, Dünya televiziyasına gəldiniz. Aktual məsələlər ətrafında sizinlə danışacağıq. Gəlin, öncə ötən həftənin siyasi mənzərəsinə bir nəzər salaq. Belə ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü oldu. Bu görüş Bakıda keçirildi. Nəticələrindən danışaq. Əvvəla çox təşəkkür edirəm. Dünya televiziyasının çox sayğıdəyər tamaşaçılarını, seyircilərini səmiyyətlə salamlayıram. Dəvətə görə sizə minnətdarlığımı ifadə edirəm. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı üzv olan dövlətlərin hökumət başçılarının ikinci görüşü sadəcə olaraq bu ölkələrin ictimai, siyasi, iqtisadi proseslərini özündə etibar etmir. Bütün qlobal proseslərə öz təsir imkanındadır. Ümumilikdə götürəndə Türk Dövlətləri Təşkilatı, onun yaranması, təsis olunması, inkişaf trayektoriyasını nəzər yetirdikdə biz görürük ki, bu təşkilatın yaranması keçmiş SSR-nin süqutundan sonra, yəni SSR-dən ayrılmış Türk dövlətlərinin bütün potensialının ortaya qoyması üçün mühüm bir element olubdur. Türk Dövlətləri Təşkilatı ilk dəfə Naxçıvan bəyannaməsi ilə təsis olunub. Eyni zamanda bunun adı Türk dilli dövlətlərin əməkdaşlıq şurası. Buna Türk Konşeyi adını da veriblər. Bir müddət ondan sonra təşkilatın adının dəyişməsi, eyni zamanda təşkilata digər üzvlərin daxil olması, bunlar hamısı müqəddəs Qarabağ zəfəri ilə bağlıdır. Qarabağ zəfəri olmasa Azərbaycan işğal altındakı torpaqlarını azad etməsəydi, təbii ki, bu platformada əməkdaşlıq imkanları hazırki səviyyəyə çata bilməzdi. Biz bir rəqəmlərə də müraciət edə bilərik. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qarşı sərmayə qoyuluşu, təkcə Azərbaycanın sərmayə qoyuluşu 21 milyard ABŞ dollarını ötmüşdür, ötən dövrdə. Bizim bu təşkilata üzv olan ölkələr arasında 58 təsisat üzrə fəaliyyət istiqamətləri müəyyən olunub. Təkcə ötən il ticarət dövriyyəsinin ümumi həzmi məbləğ ölçüsündə 5% artmışdır. Türk Dövlətləri Təşkilatının fəaliyyətinə, onun təşəkkülünə biz diqqət etdikdə, sadəcə olaraq burada belə bir təəssürat ilk baxışda yarana bilər ki, bunlar Türk xalqları olduğuna görə, eyni genə, eyni soya bağlı olduqlarına görə. Əslində bu belə deyil, heç də belə deyil. Ona görə belə deyil ki, dünyada bizim Türk xalqları qədər yaxın olan ölkələr var. Məsələn, Slavyan xalqları, eyni zamanda uzaq şərqlər ki, bir sıra dövlətlərin var ki, onlar eyni xalqdırlar. Amma onların arasındakı mövcud münaqişələri, gərginliyə nəzər yetirdikdə biz Türk Dövlətləri Təşkilatının ümumi mahiyyətinin nədən ibarət olduğunu, onun qlobal proseslərə təsirini tam şəkildə aydın xarakterizə edə bilirik. Deməli, burada siyasətin düzgün müəyyən olunması, strateji hədəflərin düzgün seçilməsi, eyni zamanda resursların düzgün qiymətləndirilməsi. Bəs burada resurslar nədən ibarətdir? Birinci növbədə təbii ki, insan resursları. Müasir dövrdə texnologiyalar nə qədər inkişaf etsin, təbii qaynaqlar nə qədər zəngin olsun belə, insan resurslarından düzgün istifadə olunmadan buradan səmərə götürmək mümkün deyil. Türk xalqları hər zaman yaradıcı olub. Türk xalqları hər zaman həm öz daxillərində, həm regional proseslərdə, qonşu dövlətlərdə inkişafa böyük bir töhfələr veriblər. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının hazırki vəziyyətdə hökumət başçılarının Bakıda keçirdiyi görüş, eyni zamanda bu görüşdə
bundan əvvəlki görüşün qarşıya qoyduğu vəzifələrin hesabatının dinlənilməsi baxımından eyni zamanda bu ikinci görüşdə müəyyən olunmuş hədəflər, eyni zamanda bu görüşdə qarşıda duran vəzifələrin müəyyən olunması olduqca həssas bir şəkildə gündəmə gəlib. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının zirvə görüşü dövlət başçılarına bağlıdır. Bu görüşdə Qazaxıstan nümayəndəsi, yəni Qazaxıstanı təmsil edən Ali vəzifəli şəxs Prezident İlham Əliyevi Türkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsinə dəvət etdi və təbii olaraq dövlətimizin başçısı bu dəvəti məmnuniyyətlə qəbul etdi. Bu təqribən may ayında keçirilməsi nəzərdə tutulur. Biz bu yerdə zirvə görüşünün Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ənənəvi, yəni sıralama ilə zirvə görüşü, bir də qeyri-rəsmi zirvə görüşü arasında müəyyən bir fərqə baxmalıyıq. Adətən dövlət başçılarının zirvə görüşü protokola əsasən, yəni planlı qaydada müəyyən olunmuş bir tarixdə həyata keçirilir. Lakin qeyri-rəsmi zirvə görüşünə gəldikdə isə burada proses daha aktualdır. Burada bu barədə belə bir görüş o zaman qərar verilir ki, gündəmdə yeniliklər olur. Yəni, dövlət başçılarının sıralama ilə təqvimdə müəyyən olunmuş görüşünə gözləməyə ehtiyac qalmır. Yəni, belə deyək ki, burada səbir biraz bunu irəli çəkməyi gündəmə gətirir. Qeyd etməliyik ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının bundan əvvəlki qeyri-rəsmi görüşlərindən biri də Şuşa şəhərində keçirilmişdir. Təbii ki, bu da Müzəffər Ali Baş Komandanın liderliyində qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə ilə bağlıdır, zəfərlə bağlıdır. Ümumilikdə götürdükdə biz həm rəqəmlərə baxdıqda, həm üz dövlətlərin yanaşma tərzinə baxdıqda, eyni zamanda sizin də dediyiniz, anons etdiyiniz Bakıda keçirilən hökumət başçılarının görüşündə müzakirə olunan məsələlərə, onlara yanaşma tərzinə müşahidə etdikdə biz bir daha təsdiq edirik ki, bu təşkilat, onun qarşısında durulan vəzifələr, onların qüsursuz şəkildə həyata keçirilməsi, bunların hamısı Vətən müharibəsində qazanılmış qələbə və bu zəfərin bütün regiondakı geopolitik vəziyyəti dəyişməsinə bağlıdır. Bu geopolitik vəziyyət həm Anadoludakı prosesləri, Qafqazdakı prosesləri, eyni zamandakı Orta Asiyadakı prosesləri özündə ehtiva edir. Aydındır. Cənab Prezident görüş zamanı bir çox mesajlar verdi. Cənab Prezidentdən sitat gətirmək istərdim. Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səyləri göstərilməsi çox önəmlidir. Bu fikirlər İlham Əliyevə aiddir. Birgə səylər nədən ibarətdir? Biz çıxışımızda insan resurslarına toxunduq, Şönxan. İnsan resurslarına. Birgə səylər dedikdə ilk növbədə insan resurslarından və mövcud potensialdan səmərəli, kompleks inkişaf üçün istifadə etmə mesajıdır. Burada ortaq təhsil, xüsusilə dəqiq elmlərin öyrənilməsi, yəni bildiyimiz kimi, yəni dəqiq elmlərin öyrənilməsi bugün başlanılan yeni bir ixtisas, yeni bir fən varsa, bu 3 ildən, 4 ildən sonra bəhrə verməyə başlayır. Yəni bugün başladıq, sabah bu bitmir. Yəni bu zamana bağlı olan bir məsələ. İkinci, hərbi sahədə əməkdaşlıqdır. Üçüncü, hərbi təchizat sahəsində əməkdaşlıqdır. Bunlar üçün həm üz dövlətlərin böyük bir potensialı mövcuddur. Bu potensialdan tərəflərin qarşılıqlı olaraq səmərəli istifadə etmək üçün etməkdə özləri səylər mövcuddur. Ortada konkret, yəni biz burada qeyd etdik, 58 istiqamətdə əməkdaşlıq dedikdə biz, məsələn, bax, hazırda bütün dünyada təbii fəlakətlər
Yəni bildiyiniz kimi tüğyan edir. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına gəldikdə, əgər o işin adı təbii fəlakətdirsə, o hadisənin adı təbii fəlakətdirsə, orada fəlakət varsa, insan tələfəti varsa, kütləvi dağıntı varsa, heç bir ölkə, heç bir dövlətin hökuməti həmin anda, yəni həmin o qısa müddətdə bunun ağır nəticələrini, fəsadlarını aradan qaldırmaq imkanında deyil. Bunun üçün qarşılıqlı, dünya müraciəti olmadan tərəf, yəni bu halda bilirsiniz, iki hal mövcuddur. Birinci, zərər çəkən tərəf müraciət edir dünya ictimaiyyətinə və ya da konkret ölkələrə. İkinci, bir var ki, qarşı tərəf özü öz təklifini, özü öz yardımını təklif edir. Artıq orada da belə bir model, belə bir platforma mövcuddur ki, bu cür situasiyalarda tərəflər biri-birinin çağırışını, onun istəyini gözləmədən belə özünün yardımını təklif edirlər. Biz dünyada hazırda belə bir model görmürük. Biz koronavirus pandemiya dövründə də bunun şahidi olduq. Yəni biz Avropada başqa məkanlarda maska oğurluğunun şahidi olduq. Yəni qanunsuz müsadirələrin şahidi olduq, filan etdik. Amma Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin nə qədər ələ verib bu problemi ortaq bir güclə aradan qaldırılmasına şahidi olduq. Aydındır. İndi isə növbəti sualımı vermək istərdim. Şuşa bəyannaməsinin real vəziyyəti. Bu barədə nə deyə bilərsiniz? Necə üzr istəyirəm? Şuşa bəyannaməsinin real vəziyyəti. Şuşa bəyannaməsinin real vəziyyəti. Təbii ki, Vətən müharibəsindən sonra regiondakı geopolitik vəziyyəti dəyişən real addımlardan biri Şuşa bəyannaməsidir. Şuşa bəyannaməsi yaradan 44 günlük Vətən müharibəsinin real nəticəsi. Şuşa bəyannaməsi həm adından göründüyü kimi onun məkanı, yəni bu bəyannamənin, bu müttəfiqlik sənədinin imzalandığı məkan Şuşa olması, onun tarixinin seçilməsi, eyni zamanda həmin sənəddə göstərilən müddəalar özü özlüyündə Türk dünyasının birləşməsini, Türk dövlətlərini ortaq bir maraqlar üzərində onların həmrəylik notlarının ortaya çıxmasını təmin edən bir sənəddir. Yəni, dolayısıyla Şuşa bəyannaməsi sadəcə olaraq Azərbaycan və Türkiyə arasında müttəfiqlik sənədi deyil. Bilirsiniz ki, bu sənəd tarixi Qars müqaviləsinə söykənir. Bunu prinsipləri Qars müqaviləsinə söykənir. Bununla bərabər, məsələn, biz əgər 21-ci ildən sonra qlobal proseslərə, eyni zamanda ayrı-ayrı dövlətlərdə, o cümlədən Rusiyada, Avropa ölkələrində baş verən proseslərin fonunda Türk ölkələrinin diasporlarının fəaliyyətini nəzər yetirdikdə görürük ki, tarixdə ilk dəfə olaraq diasporlarımız əl-ələ verib ortaq problemləri ortaya qoyurlar. Şuşa bəyannaməsində əksini tapır. Təbii ki, Şuşa bəyannaməsinin əsas elementlərindən biri hərbi müttəfiqlik məsələsidir. Bu günlərdə, yəni Türkiyə ilə Azərbaycan arasında, silahlı qüvvələrimiz arasında Heydər Əliyev 2026 hərbi təlimləri keçirilir. Bu təlimlərdə həmin prosesin bir real nəticəsidir. Dolayısıyla Şuşa bəyannaməsi 20-ci əsrin əvvəlindən fərqli olaraq 21-ci əsrin əvvəlində, əgər 20-ci əsrin əvvəlində məlum proseslər, Osmanlıda yaşanan proseslər, Qafqazda yaşanan proseslər, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Orta Asiyadakı milli Türk dövlətlərinin, hökumətlərinin süqutu hansı mənfi sərarlarda inkişaf etmişdirsə, 21-ci əsrin əvvəlində, yəni Şuşa bəyannaməsinin fonunda da burada bir inkişaf dinamikasının şahidi oluruq. Amma bu inkişaf dinamikası başqa platformalardan fərqli olaraq heç bir fərq qoymadan, ayrı seçkiliş qoymadan, həm təşkilata üzv ölkələrin bütün qonşu ölkələri ilə birlikdə, eyni zamanda təşkilatın tam şəkildə digər təşkilatlarla birlikdə kompleks inkişafını ortaya qoyur. Kompleks inkişaf strategiyasını
ortaya qoyur. Kompleks inkişaf strategiyası dedikdə biz ilk növbədə təbii ki, resurslardan istifadə məsələsi, burada nəqliyyat və enerji, yəni nəqliyyat dəhlizlərinin həm də sürətli inkişafından söhbət gedir. Sürətli dəhlizlərdə nəqliyyatın, daşımaların sürətli prosesini özündə ehtiva edir. Eyni zamanda enerji resurslarından, həm təbii enerji resurslarından, eyni zamanda alternativ enerji resurslarından səmərəli istifadə kompleksini ortaya qoyur. Sabir müəllim, biraz öncə söylədim, ötən həftəyə bir nəzər salaq. Belə ki, ötən həftə biz aprel döyüşlərinin 10 ilini də qeyd etdik. Aprel döyüşləri və Qarabağa gedən yol, hər şey aprel döyüşlərindən mi başladı? Aprel döyüşlərinə qədər də müəyyən bir prosesləri biz sayda bilərik, amma aprel döyüşləri biz zəfər çağırışı idi. Aprel döyüşləri ilə konkret biz adını zəfər çağırışı qoya bilərik. Yəni, Mehtərən bu musiqisi sədası altında Osmanlı əskərləri döyüşə necə gedirdilər, necə hazırlaşırdılar. Aprel döyüşlərinin nəticələri həm Azərbaycan xalqında belə bir əminlik bir daha formalaşdırdı ki, bu işğal əbədiyyətə qədər ola bilməz. Yəni, qarşı tərəfin və onu dəstəkləyənlərin niyyətləri burada qırıldı, tam şəkildə qırıldı. Eyni zamanda dünya ictimaiyyətinə bu nəticələr göstərdi ki, Azərbaycan tərəfinə, Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə diktə etməyə çalışdıqları münaqişənin hərbi yolu yoxdur, fikri sabun köpüydü. Aprel döyüşləri, onun nəticələri bir sıra mühüm elementləri özündə ehtiva edir. Bunun biri təbii ordu quruculuqdur. Ordu quruculuğunun təməlində durur birinci təchizat. Amma təchizat hər şey deyil. Təchizat, yəni hərbi texnika ilə, müasir avadanlıqlarla ordu nə qədər təchiz olunursa, onunla istifadə edə biləcək, ondan istifadə edə biləcək, real hərbi nəticələri ala biləcək kadr potensialına ehtiyac var. İkincisi, həm o kadrlardan, həm o texnologiyadan istifadə edəcək kadrların, istər zabit kontingenti olsun, istər qeyri-zabit kontingenti olsun, digər bir mühüm element ondan ibarətdir ki, əskərin dolayısıyla ümumi mənada, yəni mənə görə zabitin də rütbəsindən asılı olmaraq hər bir hərbiçinin ən gözəl adı əskər. Bəli. Əskər. Əskər. Əskərin, yəni hərbiçinin döyüş ruhudur. Qarşı tərəf ilə Azərbaycan ordusunun fərqlərinə biz diqqət etdikdə orada aydın bir platformanı, aydın bir mənzərəni, aydın bir tablonu görə bilirik. Bu tablo nədən ibarətdir? Azərbaycan əskəri hər zaman deyir ki, mənim torpağım işğal altındaydı, mən bu torpağımı azad edəcəm. Bəli, aprel döyüşlərindən sonra Birləşmiş Millətlər Təşkilatına daxil olan ölkələr arasında güclü ordular sıralandı və qürurverici haldır ki, Azərbaycan ordusu da güclü ordular sırasındaydı. Təşəkkür edirəm, bizə ayrılan efir vaxtı sona yaxınlaşır. Sonda Azərbaycan-Gürcüstan münasibətlərindən də danışaq. Cənab Prezidentin Gürcüstana səfəri. Təbii ki, dövlətimizin başçısı müzəffər bir əhv-və ruhiyyədə qonşu Gürcüstana səfər edir. Bugün Azərbaycan-Gürcüstan münasibətləri tarixin bütün dövrlərində regional proseslərə, yalnız regional proseslərə deyil, ümumilikdə həm Anadoludakı, həm Qafqazdakı, həm də bizim bölgələrə bağlı olan bütün proseslərə təsir edibdir. Təbii ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Gürcüstan münasibətlərinin qurulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bunu heç kəs inkar edə bilməz. Prezident İlham Əliyev bu münasibətlərin daha dinamik inkişafı üçün mühüm strategiyalar həyata keçirdi. Gürcüstan, Azərbaycan üçün, Türk Dövlətləri Təşkilatı üçün olduqca mühüm bir, belə deyək ki, coğrafiyanı əhatə edən bir ölkədir. Gürcüstan-Azərbaycan münasibətləri
daim dinamik inkişafdadır. Buna biz eyni zamanda burada xüsusilə biz qeyd etməliyik ki, Türk Dövlətləri Təşkilatının da mərkəzində olduğu enerji resursları, eyni zamanda nəqliyyat Bakı-Tbilisi, Qars-Bakı, Tbilisi, Ceyhan bunları nəzərdə tuturam. Yəni bunlar hamısı Gürcüstan coğrafiyası olmadan mümkünsüzdür. Biz prezidentimizin Gürcüstan səfərinə uğurlar arzu edirik. İnşallah ki, yəni hər zaman olduğu kimi bu xarici səfərindən də böyük bir müjdələrlə vətənimizə dönər. Çox sağ olun, təşəkkür edirəm. Sabir Şahtaxtı, siyasi elmlər üzrə fəlsəfə doktoru bugünkü efirimizin qonağı idi. Təşəkkür edirəm, minnətdaram sizə. Çox sağ olun. Hörmətli televiziya tamaşaçıları, Dünya televiziyasına baxırsınız, baxmaqda da davam edin. Dünya televiziyasının efirində DTV Aktualı izlədiniz. Bu saata bu qədər. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.